Doktor, övladım qəribə səslər çıxartmağa başlayıb. Sanki boğazında nəyisə qalıb, burnunda nəyisə qalıb, fınxırır, öskürür dayanmadan. Mən nə qədər onu həkimlərə aparıram, lora göstərirəm, amma boğazında bir problem yoxdur. Bunun səbəbi nə ola bilər? Deyirlər ki, bir nevroloji ola bilər. Bəli, dediyiniz əlamətlər uşağın fərqli səslər çıxartması, hətta təkcə öskürək, burun səsləri deyil, qəribə səsləri tələffüz etməsi, hətta bəzən ağır vəziyyətlərdə özündən qeyri-ixtiyari söyüş söyməsi, buna koprolaliya deyirlər, söyüş söyməsi. Bunlar hamısı vokal tik adlanan tik xəstəliyinin bir əlamətidir. Əgər sizin övladınızda bu cür səs çıxarmalar, eyni zamanda motor hərəkətlər, tiklər, yəni çiyin atması, boyun fırlatması, göz döyməsi, burnunu büzüşdürməsi kimi hərəkətlər də varsa, üstəgəl davranışları da normal deyilsə, hiperaktivdir, diqqətsizdir, əsəbidir, aqressivdir, sizin övladınızda Turet sindromu ola bilər. Turet sindromu tikin ağır formasıdır, xronikidir. Bunu vaxtında tez üstünə düşüb müalicə etdikdə bu xəstəliyin ağırlaşmasının, proqressivləşməsinin qarşısını almaq mümkündür.